Çinlilərin çay fincanlarının qulpu yoxdur. Bu isə çox dərin həyati bir fəlsəfə daşıyır. Çinlilərdən bunu soruşanda onlar bunu belə izah edirlər ki, digər insanlar qulplu fincanlardan çay içdikləri zaman çay tam düzgün temperatura gəlmədən onu içirlər. Yəni bir çay əlimizi yandırırsa, bu o deməkdir ki, bu hələ içməyə hazır deyil və qulpu olmayan Çin fincanları əslində çay içmək üçün ən düzgün bir üsuldur. Çünki sən əlini vuranda yanırsansa, bu o deməkdir ki, hələ mədən də buna hazır deyil, bədənin də buna hazır deyil. Əslində Çin fəlsəfəsi böyük bir həyat fəlsəfəsidir məncə, çay içmək üçün olan bu fəlsəfə. Çünki mən bu haqda heç vaxt düşünməmişdim. Düşünməyə başlayanda həqiqətən də bir çoxlarımız həyatda hazır olmadığımız şeyləri sürətləndirməyə çalışırıq. Bir köməkçi ilə, qulpla. Əgər sən hazır olmadığın bir şeyləri həyatına çəkirsənsə, yaradırsansa, zorla həyatına götürürsənsə, bu zaman əlbəttə ki, yanmağın çox normaldır. Əslində həyatda yaşadığımız bir çox problemlərin səbəbi odur ki, biz həyatı manipulə etməyə çalışırıq. Yəni fərqli taktikalar öyrənirik, bir şeyləri zorluyuruq, bir şeyə hələ hazır deyiliksə içdən, daxildən o şeyi məsələn borc götürürük, borcla almağa çalışırıq və yaxud da münasibət qurmağa çalışırıq, manipulasiyalarla, kimisə özümüzə aşiq edərək və s. Və bütün bu manipulativ həyat üsullarının axırı nəyə gəlib çıxır? Qulpdur manipulə eləmək həyatı, düzdür? Sən hazır olmadan sanki çay içirsən, bax buna oxşuyur. Və sən məhkumsan, əgər hazır olmadan o çay içirsənsə yanmağa. Ona görədir ki, həyatımızda çox zaman müəyyən problemlər yaşayırıq və bu problemlərin sadəcə səbəbi odur ki, təslimiyyətə keçə bilmirik. Yaradana təslim ola bilmirik. Vaxtını gözləyə bilmirik və bir şeyin vaxtını gözləyərkən öz üzərimizdə işləməyin məsuliyyətini götürə bilmirik təşvişli şəkildə. Yəni o gözləməyin, səbrin də məsuliyyətini götürmək lazımdır axı. Bu əsla o demək deyil ki, biz AMÖB strategiyasına keçməliyik, sadəcə həyatı gözləməklə məşğul olmalıyıq. Yox. Sadəcə hər şeyin həqiqətən də zamanı var. Sən çalışmalısan və çalışdığın sürədə zamanı gələndə bir şeylər hazır olanda sən daxildən onsuz da baş verir. Yox, əgər daxildən hələ hazır deyilsənsə, bir şeyi başqası necə əldə eləyir, həyatında necə yaradır, necə qurur, münasibəti, sağlamlığı, nə bilim, evi, eşiyi, pulu, biznesi və s. insan münasibətlərini hələ bunu bilmirsənsə, sadəcə və sadəcə daxili aləmin üzərində işləyərək bunu düzəltmək lazımdır. Yəni bunun üzərində işləmək, bunu özünə proqramlamaq, duyğusal səviyyədə bu mövzunu özünə otuzdurmaq lazımdır. Bax, bunun səbrini əldə eləmək lazımdır. Bunun üçün təslimiyyətə keçmək lazımdır. Çünki yaradan bəndəsi üçün pis bir şey istəmir. Bax, Çin fəlsəfəsini bəyəndinizsə, düşünürəm ki, bunun üzərində bir düşünməyə də dəyər. Aşağıda açıqlama bölməsində isə daha çox maraqlı bir təklif qoymuşam.